Almaniyada milad yarmarkaları əsrlər boyu formalaşmış ənənədir və bugün ölkənin mədəni irsinin ayrılmaz hissəsi hesab olunur. İlk milad yarmarkaları 14-15-ci əsrlərdə keçirilib. Bugün Almaniyada 3000-ə yaxın bayram yarmarkası fəaliyyət göstərir. Hər yarmarkanın öz üslubu və öz rəngi var, lakin atributlar dəyişməz qalır. Glühwein, qovrulmuş şabalıd, Lebkuchen prənikləri və əl işləri, bundan başqa canlı musiqi və möhtəşəm işıqlandırma. Milad yarmarkaları sadəcə ticarət deyil, bu nəsilləri birləşdirən canlı tarixdir. Məhz bu ab-havanı duymaq üçün hər il Almaniyaya milyonlarla turist gəlir. Təkcə Berlin şəhərində hər il 100-dən çox milad yarmarkası keçirilir. Noyabrın ortalarından etibarən paytaxt tamamilə dəyişir. Minlərlə işıq zənciri, milad ağacları və fiqurlar şəhəri nağılvari bir məkana çevirir. Berlin mərkəzində yerləşən Alexanderplatz milad günlərində xüsusi canlanma yaşayır. Hazırda təxminən 50 köşkdən ibarət yarmarkada Glühwein və şabalıd ətri ətrafa yayılır. Ziyarətçilərə isti yeməklər, şirniyyatlar və milad hədiyyələri təqdim olunur. Qeyd edeyim ki, əl işlərinə xüsusi önəm verilir. Xüsusi diqqət çəkən məkanlardan biri isə ənənəvi nəhəng milad piramidasıdır. Piramida həm qəlyanaltı nöqtəsi, həm də baxış meydançası kimi fəaliyyət göstərir. Qədim Almaniya mətbəxinə aid yeməklər, şirniyyatlar, canlı musiqi bayram ovqatını daha da gücləndirir. Əyləncə proqramı yalnız uşaqlar üçün deyil, böyüklər də köhnə üslubda karusellərdə, roller diska meydançasında bayram sevinci yaşayırlar. Son illər bəzi yarmarkalar beynəlxalq xarakter alıb. Burada yaxın şərqdən ətirlər, Polşadan milad bəzəkləri, Perudan alpaka yunundan hazırlanmış geyimlər təqdim olunur. Şirniyyat və isti yeməklərin seçimi isə olduqca zəngindir. Milad yarmarkalarında qiymətlər dəyişkəndir. Atraksiyonlar adətən 8 avro, yeməklər isə növündən asılı olaraq 8-10 avro arasında dəyişir. Maraqlı məqam isə budur ki, yarmarkaların hamısında çərşənbə günləri ailə günü keçirilir və həmin gün yeməklər həm də atraksiyonlar cəmi 3 avroya təklif olunur. Milad dövrü Almanlar üçün çox vacibdir, çünki bu qədim ənənədir. Bunu sözlə ifadə etmək çətindir. İnsanda xoşbəxtlik hissi yaradır. Burada ənənəvi təamlar var. Ümumilikdə bütün atmosfer çox maraqlı və cəlbedici görünür. Almaniyada keçirilən milad yarmarkaları həqiqətən çox gözəldir. Digər ölkələrdə qeyd olunan miladla müqayisə etsək, burada tamamilə fərqli bir ab-hava hökm sürür. Xüsusi bir özəllik hiss olunur. Hər tərəf sevinç, xoşbəxtlik və sevirli bir əhval-ruhiyyəyə bürünüb. Bayram ab-havası yalnız meydanlarla məhdudlaşmır. Məsələn, burada mərkəzi küçələrdən birində küçə boyunca 5 kilometr məsafədə əsl milad əyləncəsi yaşanır. Təxminən 600 işıqlandırılmış ağac. Hər ağac üçün istifadə olunan işıq zəncirinin uzunluğu isə 300 metrdir. Son illərdə Almaniyada milad yarmarkalarına baş vermiş terror hücumlarından sonra təhlükəsizlik tədbirləri xeyli gücləndirilib. Hazırda yarmarkalar polis və xüsusi xidmət orqanları tərəfindən ciddi nəzarət altındadır. Milad yarmarkaları Almaniyada adətən noyabrın ortalarından dekabrın sonunadək fəaliyyət göstərir. Bu, minlərlə insan üçün iş yeri, şəhər turizminin canlanması deməkdir. Yerli iqtisadiyyat isə bundan milyonlarla avro gəlir əldə edir. Beləcə, qədim mədəni ənənə həm də mühüm sosial-iqtisadi hadisəyə çevrilir. Günay Məmmədova, Azərbaycan televiziyasının Almaniya bürosu, Berlin.